Qədim tarixi, tanınmış ziyalıları, dünya şöhrətli alimləri, məşhur idmançıları ilə tanınan Ərkivan qəsəbəsi xeyirxah insanları ilə də ad çıxarıb. Ərkivan xeyriyyəçilərini bir araya yığmaq, qəsəbənin sosial rifah halını yaxşılaşdırmaq, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına dəstək olmaq məqsədi ilə 8 aprel 2020-ci il tarixində qəsəbənin bir qrup ziyalıları, iş adamları və fəal gəncləri tərəfindən Ərkivan Xeyriyyə Cəmiyyəti yaradıldı. Cəmiyyətin ilk yığıncağında Cəfər Cəfərov İctimai Birliyə sədr seçildi. 2025-ci ilin aprel ayında Xeyriyyə Cəmiyyətinin idarə heyəti tərəfindən növbəti 5 il müddətinə Cəfər Cəfərov Cəmiyyətə sədr, Məşkur Qasımov isə fəxri prezident seçilib. Xeyriyyə Cəmiyyəti yarandığı ilk gündən şəhid və qazi ailələri də daxil olmaqla qəsəbədə yaşayan 200-dən çox sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrlə mütəmadi əlaqə saxlayır, onların qayğısına qalır. Bayram və əlamətdar günlərdə qəsəbə xeyriyyəçilərin dəstəyi ilə belə ailələr üçün aksiyalar təşkil olunaraq onlara bayram sovqatları verilir. Son 5 ildə bu qəbildən olan ailələrə verilən sovqat bağlamalarının ümumi dəyəri 100 min manatdan çox olub. Ərkivan Xeyriyyə Cəmiyyəti son zamanlar, yəni bu 5 ildə gördüyü işlər göz qabağındadır. Bunun da insanlara çox xeyri var. Burada bu Ərkivan Cəmiyyətinin birləşməsinə qədər insanlara həddindən artıq, yəni paypuşda verilir, bayram, Novruz bayramında, oruclu bayramda və qeyri bayramlarda. Bu ənənə getdikcə davam etdirilir. İnsanlar bu tədbirə qoşulur və gələcəkdə bu davam etdiriləcək. Mən bu münasibətlə Ərkivan Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayıram, təbrik edirəm bu 5 illikdə bizim gördüyümüz işlərlə əlaqədar hər kəsi. Fəaliyyətimiz yalnız aztəminatlı ailələrə yardım verməklə yekunlaşmır. Milli və dini bayramlarla yanaşı xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 yanvar, Xocalı faciəsi, 27 sentyabr anım günü, qürur tariximiz olan 8 noyabr zəfər günü, 9 may faşizm üzərində qələbə günü Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən təntənəli qeyd edilir. Bizi zəfərə aparan, nurlu səfərə aparan otdur, ateşdir şəhidlər. Çox sınadı bizi zaman. Necə şəhid getdi qurban. Sinəsinə siper olan Gidəşlər möhkəm dayan. 2020-ci ildən başlayaraq Ərkivan Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərir. Xeyriyyəçilik ümumiyyətlə çox çətin bir məsələdir və fərdi hissdir. İnsan var, bizim ümumi götürüb hamımızdan imkanlıdır, varlıdır. Amma əlin cibinə salıb bir hansısa xeyri işi görmək, onun yəqin ki şansında deyir və yaxudsa bu günləri Allah Taala onu məhrum eləyib bu hisslərdən. Görülən xeyriyyə işlərin sadalamaqla qurtarmaz. İldə bir neçə aksiya keçirdirik. Aksiyada iştirak edən bütün iştirakçılara mən minnətdarlığımı bildirirəm. İnşallah davamı olar. Bütün bu dostlarıma, bütün qəsəbəmizdən olan imkanlara, imkansızlara, hamısına üst tutub demək istəyirəm ki, biz daimi deyirik bu həyatda. Gəlin nəsə qoyub gedək. Ərkivan həm də billur bulaqları ilə diqqət cəlb edib. Xeyriyyəçilərin dəstəyi ilə qəsəbənin mərkəzində yerləşən, uzun müddət baxımsız qalan kükürlü bulaq əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda bulaq öz təmizliyi, gözəlliyi ilə göz oxşayır. Qəsəbə küçələrində abadlıq işləri aparmaq, ərazini abadlaşdırmaq, su ötürücü kanalları lildən təmizləmək, ağac əkmə aksiyaları təşkil etmək cəmiyyət tərəfindən mütəmədi olaraq həyata keçirilir. 2023-cü ildə Zəfər günü ilə əlaqədar Ərkivan qəsəbəsindən olan 23 şəhidin mərmərdən hazırlanan baryefləri onların yaşadıkları evlərə və küçələrə vurulub.
Ərkivan Xeyriyyə Cəmiyyəti pandemiyanın dünyaya da tüğyan elədiyi bir vaxtda 2020-ci ildə yaradıldı. Həqiqətən də çətin dövr idi, çətin zaman idi. Təkcə kəndimizdə, Masallıda, Azərbaycanda deyil, bütün dünyanı bürünmüş bir virusla mübarizə aparılan vaxtı yaradıldı. Əsas səbəbi də elə pandemiya vaxtında əhalinin, sakinlərin evdən çölə çıxa bilməməsi, onlara işlə çətinlik yaranması işlərində və biraz da maddi tərəfdən acınacaqlı vəziyyətdə yaşayan bir dövründə təsadüf elədi cəmiyyətin yaranması. Əsas məqsəd də az təminatlı ailələr, pandemiyadan əziyyət çəkən ailələri öz himayəsinə götürmək oldu və biz bunun öhdəsindən layiqincə gəldik. 2020-ci ildə Vətən müharibəsi Azərbaycanımızda baş verdi. Azərbaycanımız qalib dövlətə çevrildi və bizim əlbəttə şəhidlərimiz oldu. Şəhidlərimiz bizim yaralı yerlərimizdir. Şəhid ailələrinin qayğısına qalmaq, şəhidlərin əbədiləşdirmək xatirələrini bizim əsas vəzifələrimizdən birinə çevrildi. Biz bunun öhdəsindən də layiqincə gəldik. Daha böyük layihələrimiz oldu, elmlə, təhsillə bağlı, idmanla bağlı layihələrimiz oldu. Və inanırıq ki, bu 5 il müddətində, az müddətdə əldə elədiyimiz bu qədər uğur növbəti 5 ilimizdə bundan dəfələrlə çox olacaq və Ərkivan Xeyriyyə Cəmiyyəti nəinki bir qəsəbənin, bir bölgənin, eləcə də Azərbaycanın öndə gedən xeyriyyə işləri ilə məşğul olan bir quruma çevriləcək. 2024-cü ildə Cənub bölgəsinin ən qədim təhsil ocaqlarından olan, el arasında Ağ Məktəb kimi tanınan Ərkivan qəsəbə 5 nömrəli ümumi təhsil məktəbində əsaslı təmir işləri aparılıb. Məktəbin təmir işlərinə 20 min manatdan çox vəsait xərclənib. ...2024-cü ildə digər təmir işi Ərkivan Güləş zalında görülüb. Güləş zalının təmir işlərinə 20 min manata yaxın vəsait sərf edilib. Beş ildir Ərkivanda Xeyriyyə Cəmiyyəti fəaliyyətdədir. Həqiqətən də gözəl işlər görüblər. Bütün bayramlarımızda, yeni ildə, Novruz bayramında, Orucluq bayramında hər vaxt insanlarımıza kasıb təbəqqiyə bunlar hədiyyələr, sovqatlar verirlər. Çox tədbirə layiq məsələdir. Allah canlarını salamat eləsin. İnşallah mən elə bilirəm ki, bundan sonra da davam edəcək bu işlər. Çox gözəl işdir, savab işdir, Allahın bəyəndiyi işlərdəndir. İnsanlarımızın qayğısında gərək həmişə duraq. Kimin nə imkanı var, köməkli eləsin. İdmançılarımız var, təhsil işçilərimiz var, yaxşı oxuyan tələbələrimiz var, şagirdlərimiz var. Bunlara gərək biz həmişə qiymətləndirək. Onlar da həvəslənsinlər, iləri getməklərinə bir stimul olsun. Xeyriyyə işləri ilə məşğul olmağa düzdür, həqiqətən də var dövlət yox, əsas ürək lazımdır. Məşhur müəllim də həmişə görüşəndə qeyd edir. Çox insanlarımız var, vallahi heç bəlkə onun əsasına varmırlar, çox savab işdir. Peyğəmbərimizin dediyi kimi var dövlət paylaşdıqca çoxalar. Allah ona bərəkət verir və inşallah mən elə bilirəm bundan sonra daha da çox olar xeyriyyətçilərimiz, xeyriyyə işləri. Allahın köməkliyi ilə bütün Ərkivanda olan planlarımızın elə bir hissəsini bu xeyriyyə cəmiyyətinin yolu ilə biz həll edəcəyik. Cəmiyyətin bir amalı da Ərkivandan olan tanınmış ziyalılar, elm xadimləri, idmançılar ilə mütəmadi görüşlər keçirib gənc nəsli onların həyat yolu ilə yaxından tanış etməkdir. Yəhudi Muxtar vilayətinin fəxri vətəndaşı və qanunvericilik iclasının deputatı Hikmət Məmmədov, Rusiya Federasiyasının əməkdar məşqçisi, Federasiyanın fəxri inşaatçısı, texnika elmlər doktoru Professor Qasım Ali Qasımov, SSR idman ustası, Rusiya Federasiyasının əməkdar məşqçisi, Yunan-Roma güləşi üzrə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə yığma komandanın prezidenti Məşkur Qasımov, Yunan-Roma güləşi üzrə dünya üçüncüsü, beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Əli Əliyev, Yunan-Roma güləşi üzrə 2 dəfə dünya ikincisi, beynəlxalq dərəcəli idman ustası Elgiz Məmmədov, gənc pəhləvan, Avropa ikincisi, dünya üçüncüsü Əmrah Əmrahovla keçirilən görüşlər də bu qəbildəndir. Əmrah, sən arzun nədir? Bütün istədiyin medallara qazana biləsən.
Həyat elə şeydir ki, adamı bəlkə boşa çox salır. Odur, özünə inanmalısan, güvənməlisən, tək özünə yox, el olduğuna, vətənə, sabahki günə. Qəsəbə sakinlərinin asuda vaxtlarının səmərəli keçirilməsi də unudulmur. 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə Şərq Logistik Beynəlxalq Nəqliyyat Şirkətinin dəstəyi ilə nərd birinciliyi keçirilərək qaliblərə medallar, diplomlar və pul mükafatları verildi. Qəsəbəni vizual olaraq da tarixin arxivinə həkk etməyi unutmamışıq. Ərsəyə gətirdiyimiz Ərkivan sənədli filmində füsunkar təbiətimiz, tariximiz, tanınmış şəxsiyyətlərimizdən danışılırsa, Ərkivan şəhidləri sənədli filmi şəhidlik məqamına yüksələn qəhrəman igidlərimizdən bəhs edir. Ərkivanda son 5 ilin ən uğurlu xeyriyyə işi isə Heydər Əliyev Fondunun təşəbbüsü, iş adamları Qalib Məmmədov və Məşkur Qasımovun sponsorluğu ilə tikilən uşaq bağçası körpələr evi hesab olunur. İş adamı Hikmət Məmmədov tərəfindən hər ay aztəminatlı ailələrlə yanaşı qəsəbədə şagirdlərin təhsilə marağını artırmaq üçün müxtəlif tədbirlər düzənlənir. Gənc iş adamı Amid İbadovun maddi dəstəyi ilə bir vaxtlar Qasımov qardaşları tərəfindən qəsəbənin Şəhidlər Parkı ərazisində uzaldılan abidə kompleksi əsaslı təmir edilib. Vətən müharibəsində şəhid olan Ərkivanlı şəhidlərin mərmər lövhələri hazırlanaraq abidə kompleksinə bərkidilib. Qəsəbədə böyük xeyriyyə işləri həyata keçirən Gülağa Tənha, Fəraməz Məmmədov, Mir Mahmud Bağırov, İntiqam Məmmədov, Rəşad Mirzəyev, Süleyman Həsənov, Abdullah Abdullayev, Xatayi Abdullayev, Qərib Dadaşov və digər el oğlularımız vardır. Qeyd edilənlər xeyriyyə cəmiyyətinin 5 il ərzində həyata keçirdiyi işlərin bir hissəsidir. Fəaliyyətimizi daha da aktivləşdirmək, əhatə dairəmizi genişləndirmək məqsədi ilə durmadan çalışırıq. Xeyriyyəçi olmaq üçün böyük imkanlar deyil, böyük ürək lazımdır. Böyük ürəkli həmyerlilərimiz Ərkivan Xeyriyyə Cəmiyyətində bir araya gələrək qəsəbəmiz naminə xeyirxah işlərə can atır, birlik nümayiş etdirirlər. Devizimizdə deyildiyi kimi, gücümüz birliyimizdir. Birliyimizdir şüvarımız, hər yandan gəlir sorağımız. 100 yaşa budur arzumuz, Ərkivan Xeyriyyə Cəmiyyəti. Gücümüz birliyimizdir şüvarımız, hər yandan gəlir sorağımız. 100 yaşa budur arzumuz, Ərkivan Xeyriyyə Cəmiyyəti. 100 yaşa budur arzumuz, Ərkivan Xeyriyyə Cəmiyyəti.